Hamınıza salam dostlar, mən Məryəm. Bugün sizlərlə birlikdə təkrar ikinci sinif Azərbaycan dili dərsliyi səhifə 43, 44, 45, 46-nı işləyəcəyik. Gəlin başlayaq. Burada nağıl var, neçə hissəlik. Mən bunu oxusam çox yaddaş olacaq və videonu ata bilməyəcəyəm. O yüzden bunu oxumuruq. İndi buranı oxuya bilərik. Düz 28 il keçmişdi. 10 gün idi ki, Ağdam azad edilmişdi. Azad yəni şey olmuşdu. Nə idi onun adı? Yəni quşdu, ha? Onu azad edirik. Yəni aparırıq. Özgür yəni. Türk dilində. Süreyyanın telefonuna zəng gəldi. Alo, salam. Süreyya xanımdır. Bəli, eşidirəm sizi. Süreyya xanım sabah jurnalistlərdən ibarət nümayəndə həyatı düşməndən azad olunmuşdur. Ağdam şəhərinə yollanacaq. Siz də onların arasında görmək istəyirik. Alo, Süreyya xanım. Süreyya ağlayırdı. Azadlığa qovuşmuş yurduna səfər edəcəkdi. Vətən uğrunda gedən 44 günlük savaşın hər anını həyəcan və qürurla izləmişdi. Hər yeni kənd, şəhər azad olunanda paltar dolabında gizlətdiyi qutunu açır, cubbulunu çıxarıb sinəsinə sıxır və deyirdi: "Sevin cubbulu, torpaqlarımız azad olunur." Baxın, burada indi leylək, bunun adı var, neydi? Beyaz və cubbulu. Beyaz cubbulunu tapır və onun dimdiyini alıb Süreyyagilin evinə gedir. Beyaz da onu bilir axı, Süreyya bilir şey olduğunu, hara getdiyini. İndi bunun da davamı yoxdur. Buranı deyiblər ki, gəlin şəkillərə əsasən mətnin ikinci hissəsini tamamlayın. İndi baxın. Dostlar, mən bunu öz dəftərimdə yazmışam. Gəlin oxuyaq. Bir gün Süreyya kefsiz eyvanda dayanmışdı. O, cubbulu və beyaz üçün çox darıxırdı. Birdən gözlərinə inana bilmədi. Beyaz dimdiyində cubbulunu tutaraq ona tərəf uçurdu. Süreyya əllərini açıb onları qucaqladı. Onun sevincinin həddi yox idi. O, beyaza sığallayaraq dedi: "Afərin sənə Beyaz. Cubbulunu mənə gətirdiyin üçün çox sevindim. Siz mənim ən yaxın dostlarımsınız."